Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 22 Ekim 2025 Çarşamba. Bakü stüdyosundan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan haberler programına hoş geldiniz. Ben Özlem. Ben değerli. Bütün dinleyicilerimizi salamlayırım. Özlem, bugünkü notları şöyle bir göz gezdirdim de ilk haberle başlayalım diyorum çünkü gerçekten tarihi bir gelişme gibi duruyor. Yıllardır devam eden bir yasak kalkmış sanırım Ali. Bəli, Özlem. Bu çox mühim bir addımdır. BBC Azərbaycancanın xəbərinə görə, Azərbaycan uzun illərdir Ermənistana tətbiq etdiyi tranzit yük qadağasını ləğv edib. İndi Qazaxıstandan gələn taxıl yüklü maşınlar Azərbaycan ərazisindən keçərək Ermənistana gedəcək. Bu harika bir haber. Normalleşme adına çok büyük bir adım. Yani artık ticari araçlar Azerbaycan'dan geçip Ermenistan'a ulaşabilecek. Sınırlarla ilgili bir de yıl dönümü haberi var notlarında. Dünkü yayınımızda Zengilan'ın bir kasabasının kurtuluş yıl dönümünü konuşmuştuk. Bugün de başka bir önemli tarih var. Elədir. D.Az saytının yazdığına görə, bugün Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsinin 5-ci il dönümüdür. 5 il əvvəl, 21 oktyabr 2020-ci ildə Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad edilincə, sərhəd xətti tamamilə təmin olunmuşdu. Ne mutlu. Bu tür sembolik günler çok değerli. Bölgesel ilişkiler demişken bir de Gürcistan ziyareti var. Bəli, qısaca onda deyim. Trend.azın məlumatına görə, Baş nazirimiz Əli Əsədov işgüzar səfər üçün Gürcüstanın paytaxtı Tiflis'e gedib. Strateji tərəfdaşlıq məsələləri müzakirə olunacaq. Anladım. Şimdi biraz iç gündeme, mahkeme haberlerine bakalım. Tutuklu bulunan Ruben Vardanyan'ın davasında bir gelişme olmuş Ali. Bəli, Azadlıq Radyosunun xəbərinə görə məhkəmə Vardanyanın vəkillərinin bir tələbini qəbul edib. Dinləyicilərimizə xatırladım ki, Azadlıq Radyosu müxalif yönümlü bir media orqanıdır. Teşekkürler bu bilgi için. Bir de yine aynı kaynaktan aktivist Behruz Semedov ile ilgili endişe verici bir haber var. Bəli, bu xəbər də Azadlıq Radyosundandır. Dövlətə xəyanətdə təqsirli bilinərək 15 il həbs cəzası alan tədqiqatçı Behruz Semedovun saxlandığı cəzaçəkmə müəssisəsində Kars'a salındığı bildirilir. Pardon Ali, Kars'a salınıp ne demek? Kars'a bizdə tək adamlıq cəza otağına verilən addır. Yəni hücrəyə qoyulub. Anladım. Hücre cezası yani. Çok üzücü. Ama neyse ki bu haberlerin arasında yüzümüzü güldüren bir gelişme de var. Dün konuştuğumuz bir isimle ilgili. Gazeteci Sevinç Vagif kızı dün ailesinin görüşte kötü muamele gördüğünü aktarmıştık. Bugün ise bambaşka bir haberle gündemde. Bəli, bu çox sevindirici bir xəbərdir. Meydan TV'nin yazdığına görə Sevinç Vagif kızı Sərhədsiz Reportorlar Təşkilatının nüfuzlu cəsarət mükafatına namizəd göstərilib. Bu da onu xatırladım ki, Meydan TV də tənqidi yayım siyasəti ilə tanınan bir medya qurumudur. Ne kadar harika bir haber. Bu zorlu süreçte böyle bir adaylık eminim büyük bir manevi destek olmuştur. Dilerim ödülü de alır. Notların sonuna doğru gelirken Karabağ'dan kültürel bir haberle kapatalım diyorum. Hankendi'den mugam sesleri yükseliyormuş. Bəli, bu da D.Az saytının xəbəridir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qarabağda Mədəniyyət Küləyi adlı tədbirlər silsiləsi başlayıb. Bu çərçivədə Xankəndidə muğam musiqisi dinlətilləri təşkil olunur və bölgənin mədəni həyatı yenidən canlanır. Kültür rüzgarı. Adı bile ne kadar güzel. Bölgede hayatın sadece fiziken değil, ruhen de normale dönmesi adına harika bir gelişme. Tamamilə doğrudur Özlem. Ali, bugünkü notlar için yine çok teşekkürler. Gündem yine dop doluydu. Hem sevindirici hem de düşündürücü haberler vardı. Mən təşəkkür edirəm. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo.